Zahid Camal, səninlə həmişə dağlarda görüşərdik, Gədəbəyin müdürlüklərində görüşərdik, çəkilişləri orada eləyərdik. Təmiz havada çay içək, gözəl çəkiliş eləyərdik. İndi aranı emmisən, yaz vaxtıdır, yay vaxtıdır, yaylaqların arana gələn vaxtıdır. Sizin yolunuzu nə salıb bura, nə gətirib Bakının bu Akademiya şəhərciyinin ətrafına çıxdı? Birinci salamlayıram. Xoş gəlmişik bu diyara, bu şəhərə, bu Başkəndə. Yəni Başkəndə hamımızın yolumuz düşür, hamımız gəlir gedirik. Ancaq bu da o qabaqki gəlişlərdən deyil, tamamilə başqa bir gəlişdir. Çünki türk sözü bizim milli kökümüz, milli varlığımız, vicdanımız, əxlaqımız, mədəniyyətimiz, hər şeyimizi türk. Yəni türk sözü gələndə mən həmişə ayağa dururam və türk sözünün qarşısında baş əyirəm. Və belə bir adı eşidəndə, türk dünyası şeir şöhrəni olmağını eşidəndə və bunu festivalın Bakıda keçirdiyini eşidəndə mən Yazıçılar Birliyinə, Xəyal Rızaya zəng etdim və onun vasitəsilə Cahan xanımla danışdım və bu günə məni bu kitab sərgisinə dəvət etdi məmnuniyyətlə saat 11-dən. Və mən o məqsədlə buraya gəlmişəm və sizinlə də burada görüşmə xoş gəldi mənə və o köhnə illər, o dediyiniz dağlar yadıma düşdü və bugün dağlarda yox, bu bağlarda söhbətlər edirik. Gəlmənin məqsədi bundan ibarət. Müəllim Zahid Camal'la bağlı söhbətimiz. Zahid Camal Gədəbəydən durub, kitablarını yığışdırıb gəlir, Elmlər Akademiyasındakı şeir şöhrəni. Zahid Camalı mən lap çoxdan tanıyıram. Hətta deyərdim ki, tələbəlik vaxtından tanıyıram. O vaxtı elə belə tanış olmuşuq. Ancaq sonra Zahid Camal təyinatla Kəlbəcər rayonunda işlədi. Uzun müddətdə işlədi Kəlbəcərdə. O vaxtdan da görüşürdük, tanışlığımız var idi, dostluğumuz var idi və bizim dostluğumuz elə o vaxtdan da davam eləyir, gəlir. Yəni sınmayan, sarsılmayan bir dostluqdur. Zahid Camal tələbə vaxtından şeir yazır, bəlkə də orta məktəbdən yazır, bunu mən bilirəm. Haqqında da mənim 2 dənə məqaləm var, onun haqqında mən 2 məqalə yazmışam. İkisi də kitablarında çap olunub, mənim də kitabımda çap olunub. Zahid Camal çox istedadlı şairdir. Yəni istedadlı deməkdə məqsədim odur ki, bugün şeir yazanların 90%-i istedadsız adamlardır. Mən bunu məsuliyyətlə deyirəm. Yazıçılar Birliyində də demişəm. Məsələn, şair var ki, sual verirəm. Qoşma ilə gərayilinin fərqini bilirsənmi? Gözünü döyə-döyə qalır. Adicə qoşma ilə gərayilinin fərqini bilmir, ancaq şeir yazır. Bunu deməli ədəbiyyatdan xəbəri yoxdur da bu adamın. Zahid Camal ədəbiyyata xidmət eləmir. Ədəbiyyatı yaradır. Yəni o ədəbiyyat yaradanlardan biridir bugün. Ədəbiyyata xidmət eləyənlər çoxdur. Ancaq ədəbiyyatı yaradanlar azdır. Səməd Vurğunun dövrünü götürək, Nizami Gəncəvinin dövrünü götürək, Məhəmməd Füzulinin dövrünü götürək. Bunların hər birinin dövründə çoxlu ədəbiyyata xidmət eləyən adamlar olub. Ancaq ədəbiyyatı yaradan Nizami idi, Nəsimi idi, Füzuli idi, Səməd Vurğun idi. Bugün də bizim ədəbiyyat yaradanlarımız azdır.
azdır. Onlardan biri də Sahib Camaldır. Sahib Camalın ondan çox kitab işığı görüb. Sahib Camalın özdə bir xoşbəxtliyi var, bəlkə də rayonda yaşamağınla bağlıdır. Məsələn, mən Bakıda yaşayıram, Sahib Camaldan daha çox çap olunmuşam həmişə, lap Sovet dövrüdə. Sahib Camalı xalq məndən daha çox tanıyır, məndən daha çox oxuyur. Sahib Camalın şeirlərini əzbər bilənlərin sayı daha çoxdur. Bu onun xoşbəxtliyidir. Mənə elə gəlir ki, Sahib Camalın bəlkə də rayonda yaşamağının, xalqla, cəmaatla daha çox ünsiyyətdə olmağının nəticəsidir ki, elə Gədəbəydə demək olar ki, Sahib Camalı hamı tanıyır. Ancaq məni heç nə Tovuzda, nə Gədəbəydə tanıyan yoxdur. Necədir bu şeir şölənində təəssüratın necədir? Ümumiyyətlə kitabdan insanlar aralanır. Bu bir həqiqətdir, bu acı həqiqət. Belə həqiqət deyil. Ancaq əlbəttə hər bir insanın özünün öz oxucusu var. Görürsən ki, hardasa laf şeir yaza bilmir, adına şeir demək olmaz. Ancaq onun oxucusu var, onun dinləyicisi var daha doğrusu. Yəni bu Allah Ellar Baxışa rəhmət eləsin, orada onun da bir kitablarını qoymuşlar sərgidə. Vaxtilə mən Ellar Baxışla 92-ci ildə görüşmüşəm, ona bir şeir də yazmışam, ilk kitabımda o şeir çıxır. Ellar Baxışın gözəl sözü var idi, ona sual verirdilər ki, neçə cür şair var? O deyir, 3 şair var. Biri toy şairi, biri saray şairi, bir də şairlər şairi. Ona sual verirlər, sən hansını olmaq istəyirsən? Deyir, ortadakından olmaq istəmirəm. Ya ayaqdakını olmaq istəyirəm, ya başdakını. Yəni, xalqım da yazıqdır, toya da inmək lazımdır. Toyda da gelib xalqla görüşmək lazımdır. Mən əlbəttə şairlər şairi olmaq istəyirəm. Yəni, bu mənada oxucularımız yox. Bu, ona görə kitabda günah görməli deyil. Kitab alınır, alınmır, şairin də heç aslında günah görməli deyil. Biz o dediyimiz toyu da mən istəmirəm. Toy şairi əlbəttə Aşqadasiya toylarda oxunur. Aşqalı toylarda oxunur. Qurbani, Abbas Varqanı, Xəstəqə toylarda oxunur. Mən Sücayət toylarda yaranım. Ancaq bu toylar o toylardan deyil. Toylarımız da dəyişir. Və dəhşət, yara burada. Toylar da dəyişir. Mən demirəm, mən güclü şairəm, buyam, mən nəyəm. Ancaq mən heç olmasa qafiyyən olduğunu, hecən olduğunu, ədəbiyyatın olduğunu, incəsənətin olduğunu, qoşman olduğunu, gəralin olduğunu, laf sərbəst şeirin olduğunu, qəzəlin olduğunu bildirəm. Çünki mən müəllim. Və ona görə də yenə deyirəm, mənim əlbəttə özümə görə oxucum var. 2-3 ilімdən qaldı Facebook səhifəsində. Orada mənim bir şeir məsələn 200 nəfər olur, 20 nəfər olur. 10 dəfə bazar. Elə buradan kitabı qoyuram o yana. Onda 200 ilsə, bu indi 20. Onda 50 nəfər rəy yazırsa, indi 2-3 nəfər olur. Elə bir də Avdı bəydir. Görsən hərdən mənim müəyyən şeirlərimə bir nəsə bəyənmə qoyur və oraya öz fikrini yazır. Və mən onunla həqiqətən qüdrətləndirəm və onda bilirəm ki, mən nəsə yaza bilirəm. Çünki Avdı bəy əsr şair. Sahib Camal bugün məsuliyyətlə, vicdanla, öz yaradıcılığıyla məşğul olan adamdır. Mən ona uğurlar arzu edirəm və bizim dostluğumuz da elə həm ədəbiyyat dostluğudur, həm şəxsi dostluqdur, ailəvi dostluq və Sahib Camal hamısına da sədaqətli oğlandır. Ədəbiyyata da, dostluğa da, vətənpərvərliyə də hər şeydə Sahib Camalı nümunə göstərmək olar. Hansı kitabların qoymusan sərgidə? Mənim bir 14 kitabım çıxır indiyə qədər. Biri Türkiyədə çıxır, 13 Azərbaycanda çıxır. Keçən il mayın 17-sində Türkiyədə çıxan kitabımın təqdimatı oldu. Xeyli adam gəlmiş. Yəni mən tutduğum salon tutmurdu adamlar. 30 nəfər. Yox, Bakı şəhərində. Dünya biznes mərkəzi var burada. Orada keçirildi. Yəni sözüm ona deyil, Doktor Hacım Sual deyirsiniz, həmən o təşkil etmiş, tərcüməsi oldu. Yəni sözüm ondan ibarətdir ki, mən bura 6-cı kitabımdan bəri gətirmişəm. 6, 7, yəni 5, 9 kitab. Onun biri son kitab Gülşən Gözdür, Göz Gülşən kitabı.
Yəni bu kitab çox qısa bir müddətdə yazılıb, ancaq əlbəttə bunun əvvəllərdən yazılıb. Onlar mən xırda-xırda yazılıb bunlar. Ancaq Gülşən xanıma olan aid olan hissə sonralar yazılıb. Burada mənim öz ağrılarımdan bəhs edirəm, 5 yaşımdan. Yəni 2025-ci ilə qədər nə qədər ağrım varsa bu kitabda öz əksini tapır. Düzdür, müəyyənlər ola bilər. Fiziki ağrı acıdan. Bəli, fiziki ağrılardan və mənəvi ağrılar əlbəttə tamamilə başqa şeydir. Mənəvi ağrılarım oldu, hələ o da bir kitab şəklində var. Ancaq onlar hələ çıxarmamışam, onu da çıxaracağım sağ olsun. Yəni bu fiziki ağrıdır. Gülşən xanım mənim gözümün həkimidir. Və bundan öncə Xəlil həkim mənim gözümün həkimi olub. Ürəyimin həkimi Elməddin həkimdir. Təzyiqimin həkimi Çınarə xanımdır. Və sonra da bunların hər birinə aid burada nəsə var. Hər birinə aid. Və mənim ilk müalicə edən, məsələn, uşaq vaxtı müalicə edən azca sırıqçılarım buradadır. Kəndimizdə sonra həkim olub. Mənim həm də yengəm aldanıb. Atamın həmsi oğlunun yoldaşı olub. Onun adı vardı. Çünki mənim müalicə edir. Məsələn, Sirgöz həkim olub. Gülgəs həkim olub. Cahan həkim olub. Kəndimizin o tibb qardaşı deyirlər də. Yəni onlar tibb bacılar deyirlər. Onların da adı burada öz əksini tapır. Bənövşə xanım olub da, adı Bənövşə olub, çiş həkim olub. Və bu burada öz əksini tapır. Mənim sınıx həkimim olub. Sınıxçım olub daha doğrusu. Yəni burada ancaq Gülşən xanım bu kitabın ərsəyə gəlməsində böyük xidmətləri olub və maddi baxımdan da bu kitabın çıxmasında kömək alıb. Təbii ki, əsas işin şeirdir. Bəli. Sahib Camal deyəndə şeir yadar. Bir neçə şeir deməlisən tamaşaçılarımıza. Buyurun. Deməli, Abdü bəy, mən bir kitab çıxarmaq istəyirəm. Qala dediniz ki, o mənəvi ağrılar. Bizim mənəvi ağrımız birinci millətimizin ağrısı olmalı. Mənəvi ağrımız vətənimizin ağrısı olmalı, torpağımızın ağrısı olmalı. Bizim öz şəxsi mənəvi ağrımız olmalı deyil. Mənəvi cəhətdən mən xəstələnmişəm, mən nə eləmişəm, nə eləməmişəm, buna ehtiyacındayım. Bu mənəvi ağrı deyil. Mənəvi ağrı vətənin, millətin ağrısıdır. Və mən o ağrılardan biri bizdə bir Başkənd hadisəsi baş verir 1992-ci ildə. Və orada Azərbaycana biz qələbəni daddırdıq. Biz daddırdıq, Gədəbəylilər daddırdıq. Torpaqlar orada oldu. Bəli. Yəni orada təhsil bu Gədəbəylilərin xidməti olmalı. Qazaxdan üzübəri, Alik, Kəndə basar da, hə. Ağstafa, Tovuz, Şəmşir, Daşkəsən, eləcə də Gəncə, Goranboy bəri, yəni orada iştirakçılar oldu. O əsər böyük bir əsərdir. Yəni son dəfə mən onu çıxartdırmaq istəyirəm. Başkənd. Ən az 500 səhifədən ibarət olan mənzum roman. Ən az 500. Faktlar zat toplanmış. Faktlar da var. Yox, mən özüm nələr görmüşəm, onlar yapmışam. Keyf hardasa keyf nəsə axtarmamışam. Çünki mənim özüm o bölgələrdə olmuşam. Özüm onun içində yaşamışam. O səngərlərdə də olmuşam. Yəni yadımdadır, tankların yanacağı bitmişdi. Buna adına Salyarka deyirlər. Mən bilmirdim ona qədər tanklar Salyarka demişdi. Hansı yanacağın önündən istifadə olunu bilmirdim. Və o olanda onu mən aparmışam. Düz o dağların başında. Erməni gülləsinin altında. Yəni özümü belə elə qoymasam, yəni o əsər üstə işləmişəm və onu çıxartmaq istəyirəm. Ayrıca onun makinada çıxarması bir 500 manat tələb edir. Yəni bu elə belə şeylər deyil də. Onu çıxmağa görə nə təşkil edəcək pullar, yenə deyirəm, bu pullar demirəm. Yəni o bizim mənəvi ağrılarımızdır. Biz yaxşı ki, bizim vətənimiz bugün Şimali Azərbaycan deyirik də, bütövləşir. Qarabağ artıq bizdədir. Mən arzu edirəm ki, o taylı Azərbaycan, birləşmiş Azərbaycan yurtları olsun. Ya biz birləşmiş Azərbaycan yurtlarının vətəndaşı olaq, Allah onu bizə göstərsin. Bizə, bizim yaşımıza görə deyirəm bunu. Allah onu bizə göstərsin. Bu arzular da yaşayırıq. Və bu arzularla da yaşayacağım ömrümün sonuna kimi və günümdə, yolumda olur və o yol xəttinə də gedirəm və gedəcəyəm. Yəni bu belə. Yaradıcılığın başqa tərəfləri də var təbii. Təkcə o müharibə ilə bağlı əsər deyil. Şeirlərindir. Mənim orada qoyduğum Qaçaq Şamil, son qaçaq hərəkatına həsr olub, kitabım çıxıb. Orada var idi, dedim kitablarında bir. Sonra mənim bir əsərim var, Nura və Səriyə əsəri, o Leyli Məzunun səviyyəsində olan bir əsərdir, Məhəbbət dastanıdır. Ən az 400
səhifə, 350 səhifəlik bir kitab olacaq. Ancaq bu real həyatda olan baş verən hadisədir və sevilir. Bu adamları mən görmüşəm. Düzdür, kişi Leyli Məcnun da o rəvayətlərdən, əfsanələrdən görür, ərəb əfsanələrdən görür. Bu mövzu. Ancaq bu real həyatda olan Azərbaycan Gədəbəydən görür. Gədəbəyin böyük Qaramaz kəndi. Və kişi həyat yoldaşı dünyasını dəyişəndə özünün yanında onun üzərində öldü. Yəni belə 4 uşaq, balaca körpə, yetim var. Yəni belə kişilər də olur, belə sevgiyə malik olan insanlar olur. Ben bunu görmüşəm, bu onu orada əks etdirmişəm. Sonra mənim bir kişilər əsərim var, orada öz kəndimizdə olan köhnə kişilərin hamısına aid orada nəsə var. Və eləcə də Bayram Yolu Böyük Xeyirxah insanı haqqında yazmışam, kitabım bax buradadır bu dəqiqə, o çıxıb. Əlavə günümüzün hadisələrdən bəhs edən bir neçə mənzum romanlarım var, 304 səhifəlik. Bu ancaq lirik şeirlərin bir 10 min lirik şeirim var. Ürəkdən səs gəldi. Dedi ki, ey dost, gəzmək istərsən bizim dağları. Söylədim ömrümün sonuna kimi, arzum budur, hər an gəzim dağları. Coşqun çaylarında üzmək istərəm. Tufana, çovğuna dözmək istərəm. Tel saz əlimdə gəzmək istərəm. Cavan yaşlarımda özüm dağlar. Ürək məhəbbətdən oda qalanar, elə bil ömrümə ömür calanar. Mən ayrı düşsəm də yenə dolanar, zirvədən zirvəyə gözüm dağları,